Salam əziz izləyicilər. Bugün sizə gündəlik həyatımızda geniş istifadə etdiyimiz, lakin sağlamlığımıza təsiri çox da bilinməyən bir mövzudan danışacağam. Tefal tavaların insan orqanizminə zərəri. Tefal və digər yapışmaz tavalar mətbəximizdə böyük rahatlıq yaradır. Lakin onların tərkibində olan kimyəvi maddələr sağlamlığımıza necə təsir edir? Gəlin bu mövzunu daha dərindən araşdıraq. 1. Teflon və onun tərkibi. Tefal tavaların əsas xüsusiyyəti yapışmaz səthidir. Bu səthin əldə olunması üçün teflon adlanan materialdan istifadə edilir. Teflon əslində politetrafluoretilen (PTFE) adlı kimyəvi maddədən ibarətdir. PTFE özü zərərsiz hesab olunsa da, yüksək temperaturda qızdırıldıqda tərkibindən toksik qazlar ayrılır. Bu qazlar tənəffüs yollarına təsir edərək nəfəs darlığı, baş ağrısı və hətta uzun müddətli istifadə zamanı daha ciddi problemlər yarada bilər. 2. Teflon qızdırıldıqda ayrılan zərərli maddələr. Teflon tavalar 260 Selsi və daha yüksək temperatura çatdıqda tərkibində olan maddələr parçalanmağa başlayır və toksik qazlar ifraz olunur. Bu qazlardan ən təhlükəlisi perfluoroktan turşusu PFOA adlanan maddədir. PFOA xərçəng riski ilə əlaqələndirilir və hormon balansına mənfi təsir göstərə bilər. Tədqiqatlar göstərir ki, uzun müddət PFOA təsirinə məruz qalan insanlarda qaraciyər problemləri, tiroid xəstəlikləri və reproduktiv sistem pozğunluqları yarana bilər. 3. İnsan sağlamlığına təsiri. Tənəffüs problemləri. Teflonun yüksək temperaturda qızması zamanı ayrılan qazlar xüsusilə tənəffüs yollarına zərər vurur. Buna teflon qızdırma sindromu da deyilir və qripə bənzər simptomlar müşahidə olunur. Ürək-damar xəstəlikləri. Araşdırmalar göstərir ki, uzun müddət bu kimyəvi maddələrə məruz qalmaq ürək xəstəlikləri riskini artıra bilər. 4. Alternativlər və təhlükəsiz istifadə üsulları. Teflon tavaların potensial zərərlərini nəzərə alaraq daha təhlükəsiz seçimlərə üstünlük vermək lazımdır. Alternativ olaraq deyəcəyim tavalar daha sağlam seçim ola bilər. Dəmir tavalar düzgün qulluq edildikdə yapışmaz xüsusiyyətini qoruya bilər və heç bir zərərli maddə ehtiva etmir. Paslanmayan polad tavalar kimyəvi maddələrdən uzaq, sağlam və uzunömürlü bir seçimdir. Keramik tavalar təbii materiallardan hazırlandığı üçün daha təhlükəsizdir. Əgər siz teflon tavalar istifadə edirsinizsə, onlardan düzgün istifadə qaydalarına əməl edin. Tavaları yüksək temperaturda qızdırmayın. Tavaların cızılmasına diqqət edin, çünki cızılmış səthlərdən kimyəvi maddələr yeməyə keçə bilər. Qabları yalnız taxta və ya silikon alətlərlə istifadə edin. Cızılmış və ya köhnələn tavaları dəyişdirin. Teflon tavaların rahat istifadəsinə baxmayaraq, onların insan orqanizminə mənfi təsirləri var. Əgər sağlamlığınızı qorumaq istəyirsinizsə, daha təhlükəsiz alternativlər seçməyə və istifadə etdiyimiz qab-qacağa diqqət etməyə çalışın. Bu mövzuda fikirlərinizi şərhlərdə mənimlə bölüşməyi unutmayın. Kanalıma abunə olun. Videonu izlədiyiniz üçün təşəkkürlər. Sağlam və təhlükəsiz qalın.